Qaraciğər xəstəliklərində mükəmməl fayda verir. Təbii ki, alaqanqal toxumu. Əgər ciddi problem varsa qaraciyərinizdə, siz bir çay qaşığı yox, bir orta xörək qaşığı səhər, günorta, axşam təzə-təzə belə üyüdün. Yeməkdən 1 saat qabaq və ağza atılır, 1 stəkan su ilə içilir. Bu bizim qaraciyərimizi Allahın izni ilə yeniləyəcək və bütün qaraciyərə təsir eləyən bitkilər, yeniləyən bitkilər həmçinin bizim mədə-altı vəzimizi də yeniləyir, dalağımızı da yeniləyir, öd yolların, ödü də təmizləyir. Qaraciyər yeniləndiyi üçün ödün istehsalı da artır. Qəbizliyi varsa o da aradan qalxır, xolesterini salır tək olaraq. Mən də mütəmadi məsələn üçün belə içirəm bundan. Elə səhər-səhər bir orta xörək qaşığı üyüdürəm, 1 stəkan su ilə içirəm. Bismillah. Bunu səhər-axşam eləyə bilərsiniz. Ciddi problemi olanlar səhər, günorta, axşam 3 dəfə mütləq. Belə məsələn üçün qaraciyərində heç bir problem yoxdursa, mütəmadi içə bilər. Səhər-axşam 1 çay qaşığı içə bilər. Ən azından dalağa fayda verir. Şəkər xəstələrinə çox gözəl fayda verir. Məsələn üçün mədə-altı vəzə çox gözəl fayda verir. Dediyim kimi həzmi gözəlləşdirir. İnanın ki, mənə həzmimə bu çox gözəl fayda verdi, çox. Çünki öd yollarını təmizlədi, ödü yenilədi, təmiz elədi. Ödün axını artıq başlayandan sonra mədə-altı vəzin fermentlərdir. Hazır eləyir, qoyur, istehsal eləyir, qoyur. Öd gəlir rahat ona möhtəviyyatı qarışdırır. 12 barmaq bağırsaqda qidaların üstünə tökülür. Bir dənə ödün olmamalı, ümumiyyətlə həzm sistemi dayandı, çöktü. Özünüz də çöllərdən yığa bilərsiniz. Rayon yerlərində yaşayan insanlar dolu hər yerdə var. Yığın bundan, qəşəng qurudun. Sərin qoqasını biraz qurusun eləsin, sonra istifadə eləyərsiniz. Tapa bilməyən insanlar da olur da şəhərdə. Problem yoxdur, verərik. Bizdə də var. Yaxşı alaqanqal toxumu var bizdə. Verərik. Yəni hər gün göstərirəm də, aşağıdan yoldaşımın səhifəsini sabitləyəcəm. Kim istəyər yazar, verərik. İnciməyin, biz niyə görə burada nömrə yazmırıq? Çünki biz burada nömrə yazsaq, hər kəs yığacaq. Biz ona baş dözməz, beyin dözməz. Hələ biz nömrə yazmamışıq da, biz özümüz çox yorulmuşuq. Kim istəyir məhsul birbaşa girir, şəxsə yazır ki, mən istəyirəm. O insanlara veririk. Nömrə ora qoysaq, inanın ki, biz həmən gün telefonu gəlib tulluyaq sındıraq da. Yəni, mən bilirəm ki, elə bir dəfə Heyvan Medikativ mərkəzində Leyla xanım var, o resepsiyon. Onun nömrəsini qoydum ki, kurslara kim qoşulmaq istəyirsə, nömrə ilə əlaqə saxlasın. İnanın Allah, 1 saatdan sonra xanım mən yığıldı ki, özü yazacaq burada. Yığdı ki, xahiş eləm nömrəsi sil oradan. Hamı deyir, kursa görə yığmalı. Yığdı ki, biri dedi, qolum ağrıyır, biri dedi, qarnım ağrıyır, biri dedi, başım ağrıyır. Xahiş eləm romanla danışaq. O adam bezdi. Təzəvvür ki, mən nömrə qoysam bura, indi gör. Biz necə olarıq da? Yəni, bizim də həyatımız var da, biz də insanıq. Belə inciməyin, ona görə nömrə qoymuruq. Kim məhsul alır, səhviyyə girsin, məsuliyyətli insanlar səhviyyə girsin, yazsın. Biz də verək. Onsuz elə belə eləyirik də. İnsanlar bizdən güya məhsul almır, hamı yazır, veririk də. Belə, çox sağ olun, minnətdarım. Allah bütün xəstələrə şifa versin, yardım eləsin.